HTML ilə table'ları, yəni cədvəlləri necə hazırlamağı bilmək istəyirsinizsə, bu video tam sizin üçündür. Salam, mən Azad Eyvazov. Proqramlaşdırma ilə 5 ildir aktiv olaraq məşğul oluram. YouTube kanalımda WordPress dərsləri mövcuddur. Həmçinin də hal-hazırda HTML dərslərini çəkirəm. Gələcəkdə PHP, Laravel, CSS dərslərini də keçməyi planlayıram. Bu gün biz HTML-də table'ların nə olduğunu öyrənəcəyik. Table'ların nə olduğunu qısa şəkildə izah edeyim. Table'lar HTML-də cədvəllər yaratmaq üçündür. Yəni hər hansısa bir məhsul, məsəl üçün siyahısı olsun. Burada tutaq ki, məhsulun adı, məhsulun kateqoriyası, qiyməti, neçə ədəd qaldığı, bunların hamısı məsəl üçün bir cədvəldə yerləşdirilir və bunlar sütunlar və sətirlər ilə ayrılır. Table'ları saxlayan, yəni container divinin adı table'dır. Onun içində T-head, T-body, T-foot, bunların içində TD, TR və s. digər təqlər istifadə olunur. Table'lar table təqi ilə yaradılır və onun içində T-head, T-body və T-foot təqləri olur. Normal, yəni sintaksə uyğun olaraq biz table yaratmaq istəsək və bu təqlərin içində də TR, TD və TH təqləri istifadə olunur. Bunların nə olduğunu və necə istifadə edildiyini birazdan izah eləyəcəm. HTML-də table elementi məlumatları sətir və sütunlara ayıraraq istifadə edilməsinə yarayır. HTML table'ları məlumatı sətir və sütunlar şəklində göstərmək üçün istifadə olunur. Bunu praktiki şəkildə az sonra görəcəyik ki, biz kod yazacağıq table'lar üzrə və bu kodların da necə göründüyünü görəcəyik. Bayaq da dediyim kimi, bunu daha ətraflı şəkildə izah eləyim. Table əsasən 3 şeydən ibarət olur. Table təqi, yəni cədvəlin konteyneri, rows, yəni sətirlər, yəni TR-lər və sonda isə cells, yəni TR və TD təqləri. TH-lər, yəni table head, başlıqlar üçün istifadə olunur. Məsəl üçün, məhsulun adı, yazısı yazılır. Altda isə tutaq ki, qulaqcığı olsun, məsəl üçün, mouse və s. bu cür adlar qeyd olunur. Məsəl üçün, Azad mouse, tutaq ki, belə bir məhsul mövcuddur. Onun adları sıralı şəkildə yuxarıdan aşağı olaraq qeyd edilir. TD isə bu məlumatların qeyd edildiyi təqlərdir. Əlavə olaraq da əvvəlcədən dediyim kimi, digər təqlər var ki, hansı ki, bu təqlər, yəni TD, TH bu təqlərin içində yerləşdirilir. Bu təqlər nələrdir? T-head, yəni table'ın baş hissəsi, T-body, yəni table'ın gövdə hissəsi və T-foot, yəni table'ın aşağı hissəsi. Bu T-footdan nə istifadə edə bilərik? Məsəl üçün, müəyyən hissəyə qədər başa düşmək olar ki, T-head yuxarı hissədə yazılır, T-body o məlumatlar yazılır, bəs T-footda nələr yazılır? Məsəl üçün, yenə də məhsul cədvəlini nümunə götürürəm. T-footda, məsəl üçün, 5 dənə məhsul almışıq, hərəsi də 5 manatdır, 5 vur 5 eləyir 25. Dərin riyaziyyat biliyimlə hesablayıram. T-footda, məsəl üçün, toplam cəm qiyməti yazılır və yazı olaraq yazılır və məsəl üçün solda budur, sağda isə 25 manat yazılır. Yəni belə ümumi məlumatları vermək üçün əsasən istifadə olunur T-foot təqi. Əgər HTML-dən biraz da olsa məlumatınız varsa, məsəl üçün table'da border atributunun istifadə edildiyini bilirsiniz. Amma HTML5-in son versiyalarında artıq border atributundan istifadə edilmir. Həmçində bəzi atributlar var ki, onlar da artıq istifadə edilmir. Bunlar hansılardır? Bayaq dediyim border, ondan sonra cell spacing, cell padding. Bundan sonra deyəcəklərim ən sonuncudan savaya hamısı CSS ilə hazırlanır və gələcəkdə CSS dərslərində də inşallah bunlar üzərində işlər apararıq. Deməli, border, cell spacing, cell padding, width, height, align, bunların hamısı CSS ilə artıq həll olunur. Yəni bunları eləmək olar. Yenə də yaza bilərik, bir problem çıxartmayacaq çox güman. Amma son struktura əsasən biz bunları CSS ilə hazırlamalıyıq. Yəni başınızı çox qatmayım, əsas odur. Müəyyən qədər məlumat verim ki, bu məlumat da sizin beyninizə həkk olsun. Sonda isə summary var. Yəni summary xülasə deməkdir. Bu da deprecated olunub, yəni ki, köhnəlib. Yəni belə. İndi qeydlərimdən də baxıram həmçinin, çünki hamısını yadımda saxlaya bilmirəm. Ona görə üzrlü sayın məni. Bunların yerinə dedikdə isə başqa nələr əlavə olunub son versiyalarda table üçün? Deməli, call span, row span, bunlar nə işə yarayır? Sətirlərin, sütunların sayını birləşdirir. Sonra headers var. Bu nə işə yarayır? Accessibility, yəni türklər deyir erişəbilirlik, yəni əlçatanlıq üçün istifadə olunur. Nə mənada? Yəni table'ların ID-lərini göstərir. Sonra scope var. Scope TH-ın nəyə aid olduğunu göstərir.
Yəni row-a mı, kola mı və s. yəni. Sonda isə AB1 atributu var ki, bu da başlığın qısa formasını bildirir. Çox danışdım, artıq keçək biz praktikaya ki, görək bu danışdıqlarımız nə işə yarayır, necə yaratmalıyıq table'ı və s. və ilaxır. Belə. Deməli, daxil oluruq biz HTML dərsləri qovluğumuza. Açıq qalsın, biz daxil olmalıyıq VS Code'a. Sonuncu siyahıları çəkmişdik. Table üstünə bir dənə yoxlama eləmişdim ki, görən bu yenilikləri mən də çox istifadə eləməmişəm. Əsasən elə köhnə tərzdə olanları, yəni borderdən və s. istifadə eləyirdim. Amma görürəm ki, struktur dəyişib, çox şey deprecated olunub table üçün, ona görə də yeni versiyanı çəkmək qərarını aldım. Belə, deməli biz burada nə edirik? Yeni bir dənə fayl yaradırıq. Faylımızın adı olsun table.html. Bunu yaratdıq. Keçən dərslərdən bilirsiniz, shift və nidaya, yəni 1 knopkasına basıb, yəni shift və 1 kombinasiyasını istifadə edib taba basanda HTML-in strukturu gəlir. Yəni əsas strukturu gəlmiş olur. Burada biz nə edirik? Burada table yazırıq. Taba basırıq. Table tagimiz açılır. Bunun içində caption yazırıq. Caption məsəl üçün başlıq kimi istifadə olunur table'larda. Biz nə düzəldək? Elə məhsul üzrə gedim, məhsul table'ı hazırlayım, çünki çox insanın daha rahat başa düşəcəyi table olduğuna inanıram. Deməli, nə var, nə yazaq? Məhsul cədvəli. Bunu save eləyirəm. Burada gəlib table.html-i biz açırıq nə ilə? Google Chrome-la. Deməli, bunu açdıq. Gördüyünüz kimi məhsul cədvəli deyə bir caption gəldi, amma alt-alta gəldi. Amma bilmədim niyə. Baxaram indi. T-body yazıram. T-head yazıram. Burada nələr istifadə olunur? Bizim cədvəlimizin başlıqları. Məsəl üçün, nə deyirdim? Ürün deyirəm, məhsul adı. Kopyalayıram, yapışdırıram. Məhsul kateqoriyası və məhsulun qiyməti. Bunları yazdım, yenə save eləyib baxıram. Save-i də Ctrl+S kombinasiyası ilə edirəm. Deməli, bizim məhsul cədvəli yazımız nə olmuşdu? Biraz yaxınlaşdırım. Məhsul cədvəli yazımız alt-alta düşmüşdü. Çünki bunun uzunluğu belə başa düşürəm ki, nə qədər böyükdürsə o qədər yəni uzanır. Ondan sonrası artıq alta düşür. Deməli, məhsul adı, məhsul kateqoriyası, məhsulun qiyməti. Sonra nə edirik? T-body yazdıq. Burada nələr istifadə edirik? TR, yəni table row. Row sətir deməkdir. Yəni belə fikirləşək. Column isə yuxarıdan aşağı, yəni sütun deməkdir. Bu müəyyən vaxt keçdikcə artıq sizin beyninizdə oturacaq. Daha rahat artıq bunları ayırd eləyə biləsiniz. Deməli, TR-də nə istifadə edirik? Biz 3 dənə TD açmalıyıq. TD-də yəni table data deməkdir. Yəni məlumatlarımızı burada yazırıq. Məhsul adı. Məhsul adı olsun. Məsəl üçün stəkan. Ondan sonra aşağıda artıq biz bir dənə də başqa məhsul adı yazmalı deyilik. Biz nə yazmalıyıq? Birinci nə idi? Məhsul adı. İkinci nədir? Kateqoriyası. Stəkan hansı kateqoriyaya aiddir? Özümüzdən bir şey ataq. Məsəl üçün içki vasitələri yazım. Bundan sonra TD-yə açırıq, bir dənə də məhsulun qiymətini yazmalıyıq. Məsəl üçün stəkan olsun 5 manat. 5 AZN. Bunu yazdım, save elədim, gəldim bura. Stəkan içki vasitələri 5 manat. Bir dənə başqa bir şey yaradıram. Bunu kopyaladım, çox vaxt getməsin deyə. Ondan sonra məsəl üçün mouse. Bu hansı kateqoriyaya aiddir? Kompüter. Nə idi bu? Kompüter aksesuarları. Mouse olsun 25 manat. Bunu yazdım, save elədim. Bir dənə bir şey göstərməliyəm. Məsəl üçün 5 manatlıq bir şey əlavə eləyim. Tutaq ki, bunların ikisinin arasına əlavə eləyəcəm. Birazdan göstərəcəm. Yəni məntiqini izah eləyəcəm nə üçün elədiyimi. Stəkan bir dənə də olsun. Nə olsun? Məsəl üçün naushnik, qulaqlıq, telefon qulaqlığı. Bu nədir? Telefon aksesuarı. Bunun da qiyməti 5 manatdır. Bunlar gördüyünüz kimi
Bütün məlumatlarım gəldi. Məhsul adı, məhsul kateqoriyası, məhsulun qiyməti niyə bold, yəni qalındır? Çünki bunları TH, TH, TH indi ürəyiz necə istəyir elə də deyərsiniz. Həmin təqlə biz yaratmışıq, ona görə də qalın görsənir. Yəni sütunların adını aşağıdakı məlumatlardan ayırır. Ayırmasını, ayrı şəkildə göstərilməsini təmin eləyir. Həmçində struktur olaraq bu cür eləməliyik. Yəni burada da TH-ın yerinə də TD yaza bilərik. O elə problem yaratmır. Əsas şeyi yaddan çıxartmışam. TH-ları da TR təqinin içinə almaq lazımdır. Yəni mənim elədiyim səhvi eləməyin siz. Bunları seçirəm, taba basıram, bir dənə sağa atır ki, struktur düzgün görsənsin. Yəni save eləyirəm, baxım görüm nəsə dəyişiklik oldu mu? Heç bir dəyişiklik olmadı, amma struktur cəhətdən bu mütləqdir. Yəni hər hansı bir məlumatları yazırsınızsa, istər TH olsun, istər TD olsun, TR-nin içində yazılmalıdır. Nəyimiz qaldı? Təbii ki də T-footumuz. T-foot. Burada nə yazırıq? TR, içində TD. Burada yazırıq ümumi cəm, ümumi qiymət, toplam qiymət olsun. Toplam qiymət, TD. Burada da deməli 5, 5, 10, 25 də 35 manat. İndi çirkin bir cədvəlimiz var. Bunu nə etməliyik? Mən bunu cədvələ oxşaması üçün CSS keçmirəm deyə indi border, yəni deprecated olmuş atributdan məcbur istifadə edəcəm. Amma CSS keçəndə artıq buna ehtiyac olmayacaq. Amma bu səfərlik yola verir. Border 1 yazıram. Gördüyünüz kimi bu qırmızı oldu. Nə üçün? Çünki VS Code görür ki, border atributu deprecated olunub. Ona görə də qırmızı verir. Amma deprecated olmamış bir atributu biz qeyd eləsək, qırmızı rəngdə verməyəcəkdir. Yeniləyirəm. Gördüyünüz kimi bu artıq cədvəl formasını aldı. Daha cədvələ oxşuyur yəni. Aha, mənim başqa keçməli olduğum şey bu table'larda sizcə nə ola bilər? Məsəl üçün bu toplam qiymət gördüyünüz kimi 2 dənə sütun tutur. Yəni normalda hamısını tutmalıdır. Bunu nə bilərik? 2 variant fikirləşirəm. Ya gəldik bura, bunu kopyalayıb bura atıb toplam qiymət, bir dənə də 2.35 manat yazıram, bunu silirəm. Yeniləyəndə bir dənə yeri tutmuş olacaq. Deməli, bunun üçün sehrli bir atributumuz var. O nədir? Nədir o? Bu sehrli atributumuz callSpan atributudur. callSpan atributunun içinə bir dəyər yazmalıyıq. Bu rəqəm olmalıdır. Bu rəqəm sizdən nə ola bilər? Burada gördüyümüz kimi bizim 3 dənə sütunumuz var. Sütun nə idi? Column. callSpan nədir? ColumnSpan. Yəni sütun. 3 dənə sütun lazımdır bizə. Ona görə də biz gəlib burada 3 yazırıq. Yeniləyirik. Buradan da yeniləyirik. Gördüyünüz kimi 3 dənə sütun qədər yer tutdu. Və yaxud da bunu necə bir şey eləyə bilərdik? İkinci variantımız. Bunu bir dənə kopyalayıram. Buradakını götürürəm, x eləyirəm. Bunu da buradan x eləyirəm. Yəni silirəm. Bunu eləyirəm 2. Bunu da eləyirəm 1. Yeniləyirəm. Gördüyünüz kimi bu cürdə görsəndi. Amma burada baş qarışıqlığı olur. Çünki qiymətlər alt-alta gəlir deyə bu da elə bil məhsul qiyməti olaraq görsənir. Ona görə də ən yaxşısı bu əvvəlki variantdır. Gördüyünüz kimi daha yaxşı görsənir, digərlərindən də ayrılır. Bizim bir dənə də atributumuz var. Bu atribut nədir? RowSpan. Row nə idi? Sətir. Yəni soldan sağa, sağdan sola, yəni düz şəkildə olan bir hissə. 5 manatı 2 dənə məhsula əlavə eləmişdik. Bunu nə üçün eləmişdim? RowSpanı göstərə bilməyim üçün. Deməli, ona görə nə edirəm? Gəlirəm buradan bu 5-i silirəm, bu 5 manatı. Burada TD-yə yazıram RowSpan 2. Save eləyirəm. Yeniləyirəm. Hop. Gördüyünüz kimi məhsul qiyməti bu ikisinə birləşdi 5 manat. Bu ikisi 5 manat olduğu üçün nə etdim? RowSpan-la tək bir dənə məlumat yazmış oldum. Bu ikisinə aid oldu. İndi bir dənə qısa məlumatlarıma, qısa qeydlərimə baxdım. Orada nələri yaddan çıxarmışam deməyi, hansı şeylər istifadə etməliyəm. Onlardan biri headers'dır. Headers nə üçün istifadə olunur? Hansı məlumatların, yəni hansı TD-lərin, tutaq ki bunlar, hansı TH-lara aid olduğunu bildirir. Bunun üçün nə edirik? TH-a gəlirik, birinci ID veririk. Bu nədir? Məhsul adı yazırıq. İkinci kateqoriya ID, kateqoriya yazıram. 3də nədir? Qiymətdir. Burada da yazıram ID, qiymət. Burada yazdım.
Headers atributunu harda istifadə edirəm? Headers TD-nin içində. Deməli bunun başlığı, yəni TH-ı nə idi? Məhsul qiyməti. Yox, məhsul adı. Ona görə məhsul adı yazıram. Gəlirəm burada sizə bu nə ola bilər? Kateqoriya. Bunda da fikir verdim. Yazda korlanış. Başı verib səhv yazmışam. Üçüncüdə nə idi? Headers qiymət. Deməli bunlar burada istifadə edəcəm. Headers məhsul adı. Burada nədir? Header kateqoriya. Biz burada row span 2 yazdığımız üçün artıq burada qiymət TD-sinə ehtiyac yoxdur. Burada yazmışıq, yəni burada da header təzədən bir dənə də TD açıb yazmağımıza ehtiyac yoxdur headers-ı. Üçüncüdə də yenə yazırıq headers. Yəni burada məhsul adı headers kateqoriya. Burada da headers. Burada nə idi? Qiymət. Bunu yazdım. Yeniləyirəm. Heç bir dəyişiklik olmadı. Məsəl üçün götürüb bu qiyməti buradan götürüb buraya versəm və bunu da buradan götürüb qiyməti yerinə versəm, sizə nəsə dəyişiklik olacaqmı? Olmayacaq təbii ki. Amma bu, yəni çox istifadə edilən bir şey deyil. Sözün açığı mən də bilməm. Əsasən nə üçün istifadə olunur? Sadəcə belə bir məlumatı öyrənmişəm table haqqında. Dedim sizlə də bölüşüm. Bəlkə gələcəkdə nə varsa sizə lazım ola bilər. Başqa nə qaldı? İndi baxım qeydlərimə deyirəm. Deməli, nə qaldı? Qeydlərə baxdım, qayıtdım. Scope qalıb, ABBR qalıb. Bir də call group var ki, onu da izah eləyəcəm. Yəni, bazardığım qədər izah eləməyə çalışacağım. Deməli, scope-a qayıdaq. Scope nədir? Scope TH-ın nəyə qulluq elədiyini belə deyək, izah eləyir. Nə baxımdan? Yəni, TH hansı hissənin belə deyək, lideridir, böyüyüdür. Ən sadə şəkildə belə izah edə bilərəm. Bunun sağında və yaxud da solunda olanların mı, yəni row-un, yoxsa column-un, aşağısında olanların, yəni column-un belə deyək, böyüyüdür. Bunu necə izah edə bilərəm? Hal-hazırda bizim TH-lar altında, yəni sütunların böyüyüdür. Belə başa salım. Böyüyüdür, lideridir. Amma elə table-lar olur ki, məsəl üçün table başlıqları yuxarıda yox, solda alt-alta sıralanır. Onu da necə eləyirlər? Məsəl üçün TH burada bir dənə yazıldı. Bunun altında bizim variantın yəni eləməli olsa necə eləyərdik? Bir dənə TH yaradırıq. Onun altında indi 3 dənə də bizdə TD-ləri qeyd eləyirik. Təzən o birində də TH olur, bir dənə TH, ondan sonra TD-lər, TH, TD, bu olur row, yəni solda başlıqlar, sağda isə məlumatlar. Amma hal-hazırda bizdə yuxarıda başlıqları var, aşağıda isə məlumatlar. Ona görə də bizim TH-ımız hansı hissələrə liderlik eləyir, yəni belə deyək, column-a liderlik eləyir. Bunu necə qeyd eləyirik? Scope, burada call group, row group. Məsəl üçün, call bir dənə sütuna rəhbərlik eləyir deməkdir. Call group birdən çox sütuna rəhbərlik eləyir. Row həmçinin bir dənə sətrə rəhbərlik eləyir. Row group isə birdən çox sətrə rəhbərlik eləyir deməkdir. Bizdə call olduğu üçün call-u seçirik. Burada call yazdıq. Bundan sonra da yazırıq scope. Burada da həmçinin call yazırıq. Call groupla call-un arasındakı fərq budur ki, call bir dənə sütunu tutur. Call group isə birdən çoxunu tuta bilər. Yəni bu nədir? Biz hal-hazırda məhsul adı bir dənə sütunun üstündədir. Amma bunu biz call span 2 eləsəydik və bunu da yeniləsəydik, gördüyünüz kimi 2 dənə sütunu tutur. Onda biz burada call yox, call group yazmalıydıq. Həmçində bunun əksi row və row qrupa aiddir. Düşünürəm ki, bunu da başa düşdünüz. Əgər başa düşmədinizsə, kommentlərdə yaza bilərsiniz. Daha ətraflı şəkildə izah eləməyə çalışaram. Deməli, scope burada da call var. Çünki bu da bir dənə sütunu tutur. Dediyim kimi, əgər bizim başlıqlarımız yuxarıda yox, yəni soldan sağa yox, yuxarıdan aşağı olsaydı, onda biz row istifadə eləməli olacaqdıq. Amma hal-hazırda bizim başlıqlarımız soldan sağa sıralanır. Ona görə də row-dan istifadə eləməyə ehtiyac yoxdur. Yəni bunun sadəcə dediyim kimi soldan sağa yox, yuxarıdan aşağı olan versiyasıdır. İstəyirsə onu da düzəldim. Deməli bunu ona görə nə edirəm? Kopyaladım, yapışdırdım. 2 dənə eyni cədvəl gəldi. Burada nə edirəm? Bunu götürdüm, bura atdım. Bunu necə eləyirdim? Mənim başım qarışdı. Deməli, bunları götürdüm.
Bura atdım. Bunu götürdüm. Bura atdım. Nəsə səhvlik var. Elə hiss edirəm. Bunu götürdüm. Bura atdım. Yenilədim. Məhsul adı stəkan. İçki vasitələri. Məhsul kateqoriyası. Düzələcəm. Mən də belə bir table hazırlamaqda çətinlik çəkirəm. Çünki çox vaxt ehtiyacım olmayıb, yəni əlim öyrəşməyib, beynim öyrəşməyib belə table-a, ona görə deməli, yəni fırlatmağın mənası yoxdur. Məhsul adı stəkan. Ondan sonra nə gəlməlidir? Stəkandan sonra təbii ki, telefon qulaqlığı yox. Deməli, məhsul adı nədir? Stəkan. Məhsul kateqoriyası nədir? Telefon qulaqlığı yox. Burada nədir? Ondan sonra telefon qulaqlığı, içki vasitələrini götürüb atdım bura. Mouse. Mouse da atdım. Orada götürdüm, atıram bura. Bunu da götürdüm, qoydum bura. Məhsulun qiyməti. Bunu da götürüb bura atıram. Yeniləyirəm. Məhsul adı stəkan, telefon qulaqlığı, mouse, içki vasitələri məhsul kateqoriyasıdır. Telefon aksesuarları da məhsul kateqoriyası, kompüter aksesuarları da həmçinin. Burada gördüyünüz kimi problem yaranıb. Bu problem nədir? Biz call'dan row-a keçmişik. Ona görə nə etməliyik? Burada qiymət row span yox, call span. Call span. Yazsaq düşünürəm ki, düzələcək və düzəldi. Toplam qiymət həmçinin toplam qiymət artıq burada 3 yox, 4 olduğu üçün bizim sütun sayımız bu cür olmuş oldu. Yəni gördüyünüz kimi iki ayrı cür, yəni yuxarıdan aşağı və soldan sağa olan table'lar hazırladım ki, siz daha yaxşı bunu qavraya biləsiniz. Düşünürəm ki, yəni daha da çətin izah eləmirəm. Əgər belədirsə, üzrlü sayın. Dediyim kimi, yenə rəylərdə yaza bilərsiniz ki, filan hissəni başa düşməmişəm, bu hissəni izah elə, zəhmət olmasa izah eləyərəm. Yəni, narahat olmayın, sual verməkdən heç vaxt çəkinməyin. Deməli, bizdən nə qaldı? Bir dənə baxıram mən qısa qeydlərimə. Bir dənə də belə bir şey var idi. Yuxarıdakı cədvəllə eləyim. Call qrup var idi. Burada call yazırıq. Bu call nə işə yarayır? Bu call qrup başlanğıcı və bitişi olan tekdir, amma call isə yox, yəni bir dənə başlayır, vəsə. Nə işə yarayır bu? Bu call adından da yenə görsəndiyi kimi call'um, yəni yuxarıdan aşağı gedən hissələr deməkdir. Bunların məsəl üçün hamısına, belə deyək, məhsul adı hissəsinə mən rəng vermək istəyirəm və bunun üçün nə etməliyəm? TH-a, bu TD-yə, bu TD-yə, buradakı TD-yə hamısını bir-bir CSS-lə background color tutaq ki, boz rəng verəcəm də, DDD məsəl üçün. Bunları əlavə eləməliyəm və hamısını əlavə eləmək uzun məsələdir. Həmçində daha praktik yolu var, o da nədir? Call qrupdur. Call qrupda span yazıram. Span 1, yəni birinci koluma nə rəng veririk? Style. Background BC ground color. Background color tutaq ki DDD. Onu da hashlə veririk. DDD. Yeniləyirəm. Gördüyünüz kimi birinci sütun boz rəngli oldu. Bu da oldu. Niyə? Bu da birinci sütuna aidmiş kimi görsənir, ona görə. İkinciyə tutaq ki, başqa bir boz rəngi vermək istəyirəm. Buradan indirəm. Span 2 style. Burada da BC G hash CCC verdim. Burada da başqa bir boz rəng oldu. Bundan biraz fərqlənir. Bunu bəlkə belə eləyim. DDD. Yəni eyni bir şey oldu. Daha tünd bir şey istəyirdim. Buradan eləyim. Gördüyünüz kimi dəyişdi. Amma fikir versəz, span 2 yazdığım yer ikinci kolumu yox, 2 və 3-ü tutdu. Belə olmalı deyildi. Təbii ki, olmalıydı. Niyə? Çünki spanın məntiqi budur ki, span 1 birinci kolumu nəzərdə tutur. Span 2, yəni bu, ikinci və üçüncü kolumu nəzərdə tutur. Span 3, məsəl üçün 4, 5, 6 nəzərdə tutur və belə gedir. Biz əgər bu cür yox, yalnız birinci və ikinci kolumların rəngini dəyişmək istəyirsə, onda span yox, spanları silirik. Sadəcə call yazıb, style yazıb rəngini dəyişə bilərik. Onda gördüyünüz kimi birinci və ikinci sütunun rəngi dəyişmiş oldu, amma üçüncüyə heç bir müdaxilə olmadı. Yəni qısa şəkildə izah edeyim bu call qrupu. Call qrup neyinir? Call qrup
hər bir TR-yə, TD-yə, TH-a addelin style və yaxud da hər hansı bir prosesi yazmağımızın qarşısını alır. Sadəcə bir hissə ilə yazmaqla, yəni gördüyünüz kimi 2 dənə call atribut deyirəm, yəni tagindən istifadə edərək mən buradakıların müdaxilə eləmiş oldum. Əgər belə olmasaydı, hər birinə style, nə bilim, background filan belə yaza getməliyik. Bu da uzun bir prosesdir. Belə. Ən sonuncu isə nə qaldı? ABBR atributu. Bu nə işə yarayır? Məsəl üçün biz TH-da, yəni başlıqda uzun bir ad yazmaq istəmirik. Tutaq ki, məhsul adı yerinə ad yazmışıq. Tutaq ki, save elədik. Bu qısaldı, düzdür? Gördüyünüz kimi adıdır. Amma nəyin adı da tutaq ki, bilinmir. Bunu nə etməliyik? ABBR atributundan istifadə etməliyik. Buradan yazın. Fərqi yoxdur. İstədiyimiz yerdən yaza bilərik, amma daha düzgün olsun deyə sonuna yazdım. ABBR abbreviation sözünün qısaltmasıdır. Bu da ki, yəni belə izah edeyim, qısaltma adları məsəl üçün HTML ABBR-dir, yəni abbreviationdur. Hər nəysə, necə tələffüz edilsə o sözdür. Uzatması isə Hypertext Markup Language deməkdir. Yəni bu ABBR-dir, belə deyək. Burada ABBR-ni nə yazmalıyıq? Ad. Nəyin adıdır bu? Məhsul adıdır. Ona görə də burada yazıram məhsul adı. Burada yeniləyirəm, ad qaldı, amma burada heç bir dəyişiklik olmadı. Niyə? Çünki bunlar əsasən screen readerlar, yəni ekran oxuyucu cihazlar üçün istifadə olunur. Belə deyək, gözdən əlil olan insanlar, yəni bildiyiniz kimi bizim kimi ekrana baxıb oxuyanmır. Onun üçün xüsusi, yəni belə deyək, screen readerlardan istifadə edilir və daxil olur. Bu screen reader artıq bizim yazdığımız kodlara uyğun datanı analiz eləyir və düzgün qaydada verir. Biz məsələn skopu, nə bilim, ID-ni, abbreviationu və s. yazmasaq, bu screen readerların işlərini çətinləşdirəcək. Yəni gözdən əlil olan insanların məlumatı almasında ya səhv məlumat verəcək, ya da ki məlumat ümumiyyətlə onlar üçün heç bir aydın şəkildə izah edilmiş olmayacaq. Belə dostlar, düşünürəm ki, table'lar haqqında bütün məlumatları verdim. Ola bilər ki, yadımdan çıxan bəzi şeylər olub. Onu da yenə belə şeylə örtbasdır eləyə bilərəm ki, mən backend developerəm, yəni frontend səviyyəm yalnız backend-ə görədir, yəni öz işimi aşırtmağa görədir. Burada da bir çox şeyi çalışdım izah edeyim ki, sizin ümumi table'lar haqqında məlumatınız geniş olsun. Amma əsasən backend developerə bunlar ehtiyac deyil. Sadəcə özüm də həm öyrəndim. Bunların bir çoxunu əvvəlcədən bilmirdim. Məsələn, scope olsun. Burada istifadə edilən ID, yəni normal ID-in yox, buradakı ID-in TH üçün istifadə olunan ID headers-ı nəzərdə tuturam, ABBR-ni nəzərdə tuturam. Bunları məsəl üçün bilmirdim. Araşdırdım, öyrəndim ki, belə şeylər də var. Belə deyək, əgər backend developer olasınızsa, backend-də də inşallah PHP dərsləri keçməyə başlayanda izah eləyəcəm nə olduğunu. Artıq onda ətraflı şəkildə biləsiniz. Amma dediyim kimi, sadəcə sizə daha çox şey öyrətməyə çalışdım bu table dərslərində. Table'lar haqqında ümumi məlumatınız çox olsun. Örtbasdır eləmək söhbətinə gəldikdə isə, dediyim kimi, backend developerəm, bunların çoxsu mənə ehtiyac olmur. Yəni buna görə. Belə, dərsimiz bu qədər idi. Dinlədiyiniz üçün, baxdığınız üçün, öyrəndiyiniz üçün təşəkkür edirəm. Əgər videomu bəyəndinizsə, like, bəyən butonuna basmağı, hər hansı bir sualınız varsa və yaxud da ki, nəsə bir şey yazmaq istəyirsə, təbii ki, etikadan kənara çıxmamaq şərti ilə rəylərdə yazmağı, kanala abunə olmağı və mümkündürsə, hər hansı bir tanışlarınıza HTML proqramlaşdırma öyrənmək istəyən tanışlarınıza da videolarımı göndərməyi unutmayın. Sağ olun, salamat qalın.